Hadi oyun başlıyor de gelsin. De gelsin. Salam, hello, necəsiz? Necəsən gülüm? Yaxşıyam məsi. Sən necəsən? Necə gedir həyat? Mən də yaxşıyam. Həyatda da fırlanır. Həyat- Getməyəndə təliyirik. Çox Məcbur negativ getməlidir. başladıq. Həyat negativdir. Deyil. Biz niyə buradayıq? Negativ, həyat negativdir deyə burdayıq. Düzdür. Çox sağ ol. Bizi həyat bura gətiribdi. Bəli. Yox, zarafat bir tərəfə Bizim ürəyimiz sıxılırdı uşaqlar. və dedik ki, nə etməliyik? Yetər artıq dedik, bir-birimizi eşitdik, yetər artıq. Bu Bizi əzabı birbirimizə başqaları da çəkə bilər biz. Yetər artıq bir-birimizə əzabı yaşatmayaq, qoy başqalarına yaşadaq. Məncə də düzdür. İndi bax sizə cavabımı verəcəm. Biz Aha. İsveçdə yaşayırıq. Skandinaviyanın qara gecələrindəyik bu dəqiqə. Yəni sizcə bu nə deməkdir? Dözülə bilməz, çəkilə bilməz bir həyat tərzi yaşayırıq. Bəli, problem, Soyuq, depressiya. qaranlıq, məktəb, iş. Yetər artıq. Bəli. Dedik ki, həyatımıza bir rəng qataq. Bu da nədir? De gəlsin. Bəli, sizsiniz. Və inanırıq siz bizim həyatımıza rəng qatacaqsınız. Please, nə olar son çarəmiz deyə bu. Yəni o qədər şey olub ki, podkast açmışıq. Yəni düşünün. Yox, o qədər də pis bir şey deyil, yəni o qədər də abartmayın. Maraqlıdır. Maraqlı. Maraqlı. Bəli. Biz kimik? Biz kimiyiz? Sən kimsən? Mənim adım Məsidir. Yəni tanıyan tanıyır, tanımayan da tanıyacaq. Məsi tək. Bəli. Nəysə. Məsi Aha. tək. 21 yaşım var. Məktəb oxuyuram, Qopçaqdır. universitet oxuyuram, işləyirəm. Nəyinirsən başqa? Heç nə. Ancaq fırlanıram. qədər. Bu qədər. Həyat budur. Yad budur. Sən nəysən? Mən deyəcəm, mənim adım Gülüdür. Mən 19 yaşındayam, cavanam. Mən qocayam, başa düşmədim. Mən eşitmədiyə. Hallo, qocayam mən. Mənə baxanda, hə. Nəysə, Hə, nəyirəm? Mən də işə gedirəm, evə gəlirəm. yatıram, dururam. Yatıram, dururam, yemək yeyirəm. Mən yemək Mən yemirəm, mən diyetadayam. Aha, məsələ təzə diyetaya başlayıb. Təzə deyil, şu bir ay. Hər nəysə də, yaxın bir ay. Təzədir. Nəysə. Hə. Çıx diyetaya girməyək. Dərdlərim yadıma düşür. Dərdləri. Bu qızın çox dərdi var ha. Yemədiyim yeməklər yadıma düşür. O şeydir belə. Nədir adı? Bozbaşlar. Dolmalar, Dolmalar. aşlar, badımcan dolması. Stop. Ayda. Acdı bu saniyə. Yemək vermirik bu qıza. Yox. Bəli, biz necə tanış olmuşuq? Biz necə tanış olmuşuq? Bir-birimizi necə tanıyırıq? Bizim ailələrimiz yaxındır və də mamalarımız yaxın idi. Bəli. Və bir-birimizi oradan tanıyırıq. Sonra mamaları qıraq atdıq özümüz. İndi görüşürük. Biz əslində 3 dostuq. Aha. 3 dostuq. Üçümüz də çox fərqliyik. Bu gün bizim birinci bölümümüzdür. Və bu bölümün biz burada danışırıq, amma bunun kamera arxası da var da, yəni mikrofon arxası da var. Aha. Orada da biri var. O da bizim üçüncümüzdür. Yəni İkincimiz, bəli, üçüncü mindaşımız. şirinimiz. O da bizim işte səslərimizi düzəldir, sosial şəbəkələrdə onunla görüşürsünüz. Yəni o var orada. Yəni necə Biz deyim? buradayıqsa da oradadır. Aha, arxa planın səssiz yüzü. Bəli. Aha. Düzdür. Bəli, bunu bəyəndim. Tık tıkladım. Tıkladın hə. Bəli. Şirlatdın. Bəsdir də. Nəysə, podkastımızda nələr olacaq? Nələr olacaq məsələn? Danışım. Yoruldu şu bu qız. 4 dəqiqə danışır. Bu qız yoruldu. Nəysə. Bünyəm gəlsin. qaldırmadı. Ha. De gəlsin gəlsin. əslində bir dənə meyxana olubsan bilirsən. Bundan xəbərim yox idi mənim. Mənim də xəbərim yox idi. Biz buna qərar verdik. Aha. Daha sonra bundan xəbərim oldu və yəni orada de gəlsin bir meyxana proqramıymış. Biz meyxana deməyəcəyik. Əslində deyə bilərik. Yəni o qalıb. O qalıbdı. Nəysə. Amma podkastımda nələr olacaq? Qısa Nə məlumat olacaq? verim. Başla. Tamam. Podkastımızda adi basic podkastlar kimi olmayacaq əslində. Biz fərqliyik. Biz fərqimizi ortaya qoyacağıq. Bəli. İlk budur. Amma nə olacaq? Dünyanın sözü denə mən deyə bilmirəm. Nə idi söz? Dünyanın Fərqli. bəli, fərqli ölkələrindən gənclərlə görüşəcəyin, intervyu eləyəcəyin, həmin ölkənin
Ölkə haradır? Orada nə var, nə yox? Ekonomi necədir? Təhsil necədir? İş necədir? Və yaxud da ki, məsələn biz sizə deyəcəyik ki, sosial şəbəkədə Instagram üzərindən ki, bu həftənin intervyusu İtaliyadan olacaq. Siz onda İtaliya haqqında suallarınızı verin. Ekonomi həqiqətən o qədər pisdirmi? İş tapmaq necədir? Təhsil sistemi necədir? İtalyan dili öyrənmək çətindirmi, asanmı? Belə suallar verərək İtaliyanı tanıyacağıq. Maraqlı sizə maraqlı gələn mövzular. Bəli, ev tapmaq çətindirmi? Kirası necədir? Yəni bu bilgiləri heç hardan asan tapa bilməzsiniz. Məncə də Çindən, Amerikadan, Kanadadan, hər tərəfdən. Biz aranı istəyirsə bizə yazın. Aha, özə ki bizdə olan qonaqlar orada yaşayan insanlardır. Bəli. Oradan inside Canlı məlumat alacağıq. yəni içərdən ən gündəmdə Nöqtə. olan nöqtədə Orta nöqtədən bizə cavab verir. Məncə, yəni internetdə oturub bunu araşdırmaqdansa, bizə qulaq asın. cavab var da bizdə. Hə. Biz onun cavabını sizə verəcəyik. Plus biz daha maraqlıyıq. Yetər artıq bu qədər də deyil. Daha abartma. Nəysə. Özümüzü övməliyik də biraz. Okay. Nəysə, daha sonra belə səmimi söhbətlər eləyəcəyik. Sizin hekayələrinizi dinləmək istəyirik. Siz bizə hekayələr yazın, göndərin. Əgər sualınız varsa, belə bir problem var, burada nə etməliyəm? Biz fikir veririk. Bizim fikrimizə çox qulaq asmayın. Bizə fikir verən lazımdır. Lakin çalışacağıq da, işte əlimizdən gələni eləyəcəyik və ad nədir? Bunu dinləyicilərimiz də əslində cavab verə bilər. Sadəcə bizim fikrimiz yox, bizi dinləyənlərin fikirləri də önəmlidir. Siz Bəli. onlardan da kömək ala bilərsiniz. Əlbəttə ki, biz bu hekayəni danışacağıq, onu paylaşacağıq. Yəni orada da şərhlərdə yaza bilərlər fikirlərini, nə etmək lazımdır və yaxud. Daha sonra mövzularımız olacaq danışacağıq. Məsələn, bugünün mövzusu nədir? Bugünün mövzusu biz kimik? De Və? gəlsin. Biz niyə bu podkastı açmışıq? Biz Və? nə edirik? Və Və dostluqlar. bəli. Bugünkü mövzumuz dostluqlar olacaq. Dost nəyə deyilir? Dost kazığı yemişikmi? Dostluqlar necə qurulur? Dost kimə deyilir? Neçə müddət sonra bir insana dost demək olar? Yaxşı sualdır. Başlayaq. Dodosanmı yoxsa dostsanmı? Dolu. Dodo kimə deyilir? Dost kimə deyilir? Qardaş. Belə şeylər danışır. Abartma. Bu bilinir ya, Ağdamlıdır. Qardaş nədir? Qaqa nədir? Qaqadır da nə? Yaxşı da. Ağdamlısan, Ağdamlı da bəsdir. Biz Avropada yaşayırıq. Biz Azərbaycanda yaşamırıq. Allah haqqımı heç kimə sübut eləyənmərik. Biz yetər artıq. Məncə bir müddətdən sonra inanmayacaq. Vallahi İsveçdə yaşayıram. Allah haqqı İsveçdə yaşayıram. Hər nəysə. Biz Ağdamlıyıq. Bəli. Mən Bərdəliyəm. Başa düşdüm. Ya mən sırf Ağdamlıyam. Aha. Sən özünə Ağdamlı deyərsən. Məncə Ağdamlı olmaq çox fərqli bir şeydir. Mən Ağdamlı, mən sən qədər Ağdamlı deyiləm. Ola da bilmərsən. Mən qarışıqam. Okay, mən Mən də qarışıqam da. sən haralısan ki? Anam Xocavənddə deyə. Hər nəysə də sən Qarabağlısan. Hə. Hə də. Sən haralısan? Mən Qazax plus Ağdam belə bir fərqli Qarşılıq. Mən Ağdamlıyam, anam Xocavænddə. Amma məncə Ağdamlı olmaq bir plusdur. Sən Ağdamlı kimi doğulursan, dünyaya bir addım qabaqda gəlirsən. Aha. Bunu unutma. Həqiqətən belədir ha. Ağıllı olursan, məqullas ağıllı olursan. Aha, Pul başqa baxımından ağıllı olursan. biznes. Bəli. Əlbəttə, düşün. Biz ikimiz gör hardayıq indi? Mikrofon arxasında. Niyə? Yox, day valla, bəsdir, buranı bipləyəcəm. Yox, Ağdamlı olmaq elə belə bir şey deyil. Həm ağır məsuliyyət. Məsuliyyət hardadayım? Çox böyük məsuliyyət. Ağdamlılar bunu bilir. Aha. Xahiş edirəm. Məndən sadəcə Ağdamlılar başa düşə bilər. Hadi. Yarı Ağdamlılar sənin kimi yox. Yaxşı da. 100% Ağdamlı qanı özündə olanlar məni başa düşəcək nə deyirəm. Mən dışlamış kimi seyirəm özü. Bəli, nəysə. Dostluqlar nəyə deyilir? Mən Nəyə dostluqları deyilir? iki yerə bölürəm. Necə? Bax, Dodo var, bir də dostluq var. Dodo kimdir? Dodo məsələn biri ilə tanış olursan. Siz Dodosuz. Bizə Yox, bir dəqiqə qulaq asın. Baxın, Aha. bir insanla tanış olursan. tanış oldum. Görüşdə enerjin tutmalıdır da. Biləsən ki, bu insanla sən bir yol gedə bilərsən ya yox. Məsəl üçün mən başa düşürəm səni. Məsələn bir otaqda oturursan, o insanın elə bir işıq saçır. Hə, Başa düşdün nə deyirəm? Otağa girəndə biri işıq saçır, sən deyirsən ki, hə, bax bu insanı mən gözüm tutdu ya. amma bəzilər var ki, deyirlər ki, məsələn belə
başda dost olmurlar, bir-birlərinə xoşu gəlmir, sonra xoşu gəlir. Onlar dododular. Yox. Məncə dododur. Necə dodo olub Hə, dost o olursan? vaxtda dodo olurlar, amma sonra bir-birlərini kəşf edirlər, sonra Aha. dost olurlar. Nə bilim yəni. Yox da bax, bir-birinə Aha. birinci xoşu gəlmir. Xoşu gəlmir yəni belə şey olur da, belə bu insan çox belə çoxunu gözdən apar nə bilim. Elə bir ki, tanış olandan sonra həqiqət o tanışlığa dodo deyirlər. Hə, bir pərdə. Arada pərdə olanda. Hə. Amma sonra yavaş-yavaş pərdəni çəkirlər, dost olurlar. Okay, onu da başa düşdüm nə deyirsən. Dodo ona deyirik. Dodo onu deyir. Okay. Yəni baxın, birinci necə ki sevgili olmazdan əvvəl bir yerdə olmaq var, flört. Flört. Dodo flörtdür işte dostluğun. Aha, okay. Çox sıxıcı bir dönəm, amma Amma əyləncəli. Amma flört məsələn əyləncəlidir, amma dodo əyləncəsiz. Dodo ürək sıxır. Hə, deyirsən ki, ayda pərdəni də açaq dost olaq da, sirlərimizi bölüşək. O sirləri bölüşən dost olursan. Sirlər insanı dost edir deyirsən. Əlbəttə ki. Amma bir dənə şey var, Nə? bir sirri 2 nəfər bilsə, o sir deyil. Onda informasiya bölüşmək. Yox. Deməli sən dostundan bir adam olursan da. Aha. İndi məsələn mən bunu da çöldə bəyəndim. Məsələn mən çöldə olsam, bir mənə desə ki, Gülü bunu deyib. Mən avtomatik deyəcəm ki, yox, Gülü bunu deməyib. Çünki biz mən birik. birəm. Bəli, biz birik. Elə bir ki şey eyni beynini paylaşırıq. Bəli. Məsələn, indi bizim dediyimiz üçüncümüz var. Desələr biri desə ki, üçüncü bunu eləyib. Deyirəm, yox, onu eləməyib. Biz 3-1-ik. 3-də Bəli. 1. 3də 1. Üç Dostluqlar da bunudur. Hamı bütün dostluqlar belə olmalıdır. Yoxsa bu olmursa dostluq deyil də. Arada güvən olmalı. Bəli. Güvən hər şeyin dayanında belə nə deyirlər? Təməlidir. Hə, Bəli. təməl. O güvən olmasa elə bir ki o salların birinci. 100%. Yəni Bir də ki, Hə. başqa şey də var. Məsələn biz indi burada dostluq hələ. Aha. Mənim qıraqda başqa bir dostum var. Mən o qıraqdakı dostumu sənə danışa bilmərəm. mən bu söhbətə hə deyirəm. Məsələn, əgər gəlib danışsam, deyək ki, məsələn, sizin dostunuz gəlib sizə danışır. Yaxşı, belə düşünün. Deyək ki, dostunuz gəlib sizə başqa bir dostunun sirrini danışır. %100 bunu bilin ki, o gedib sizin sirrinizi ona danışır. Düzdür. Çünki sən eləyən adam o birisindən də eləyər. Milyonda min. 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 Və biz bunu görmüşük. Və peçatlamışıq, imzalamışıq. İmzalamışıq və bunu bilir. Bu hamıda hər yerdə belədir də. Belə olmalıdır. Yəni biz insanlar çox simple Bəli. varlıqlarıq. Çox asan. 2 vur 2. Nə Bəli. deyir? 5. Burada nə cavab aldınız? Məsumə riyaziyyat bilmir. Aha, mən oxumaq da bilmirəm. Hallo, 2 universitet oxuyuram. Bravo. İkisindən başladı. Başlayacaq da. Necə gedir hələ? Tabii. Mən bu qızı dərs oxuyanda görmürəm. Mən heç kim görmür. Gülnisə çox mövzu dəyişir. Biz dostluqdayıq. Yaxşı, hər nəysə fake. Dostuq. Bəs ən belə düşün, gözünü yum və düşün. Yumdum. Hansı dostundan ən pis zərbə yemisən? Və nə vaxt? Yediyin olub? Mən olub. Hə. Məsələn, istörtülü danış görüm. Çox uşaqlar hardasa nəsə artıq danışsa oranı bipləyəcəyin, xəbəriniz olsun. Yəni indi biz var, dodoyuq. Bir müddət sonra dost olacağıq. Hə. Dodoyuq Birinci indi. bölümdür, Bu birinci bölümdə bir təvaxıl eləyin də. Dodoyuq bizim. Dost olanda bipləməyəcəyik. Aha, mənim bir dəfə 3-lü bilən dost qrupum var Yenə. idi. Bu deyil ha, başqası da. Bu lap balaca bir neçə il bundan əvvəl idi. Aha. Yəni sizi tanımamışdan əvvəl idi. Mən onda birinə bir şey dedim. O da gedib o birisinə çatdırdı. Amma siz üçünüzsünüz axı, niyə o birisini Yox deməmişdin? da, o birisindən o deyil. Biz üçümüzü prosta mən ikisindən də yaxınam. Amma bu ikisi bir-birinə yaxın deyil. Yox, deyil. Getdi birinə dediyim söhbəti getdi o birisinə çatdırdı. Onlar yaxın deyilsin, niyə bir-birinə dedi? Görə bilmirəm. Oturub sənin haqqında danışıblar. Bəli. Və sən bunu necə bildin? Mən bunu necə eşitdim? Mənim o birisinə demədiyim insan bunu mənə dedi. Çox qəribə şəkildə eyni informasiya mənə geri döndü. Yalan nə vaxt üstü açılır? Yəni, Xəyanətin üstü açılır. düzdür. Yəni. Bəs üzüldün sonra? Yəni, üzüldüm, amma dedim ki, yaxşı ki indi bildim. Çox zərbə yemədim. Bəs sən? Mən yemişəm. Amma belə yemişəm. Ən pis. Danış görüm, nə olubdu? İkimiz idik. Aha. Yəni 2 dostuyduq da, 3 də deyildik. Bir o, bir mən.
və yəni bacımdan da artıq görürdüm də. Yəni mən görürdüm, məndən də artıq görürdüm. Mən birinci gəlmirəm, o birinci gəlirdi mənim üçün. Ha. Bəs səncə sən də onun üçün eyni yerdəydin? Yox, işte problem Deyildi. o idi. Mənim Aha. problemim budur. Mən çox verirəm, amma almıram. Problem budur. Və verəndə də ondan onu geri istəyirəm axı. Onu görməyəndə qalıram. Hə də adam pis olur. Yəni mən elə oluram. Amma o elə bil ki, bir dənə şey bilirdi, bir məlumat bilirdi, yaxşı. Bəli. Bunu demişəm ki, bu adama demə. Getdi dedi. Getdi dedi. Və mən də dedim ki, niyə də? Buna səbəb soruşdum. Yaxşı bir səbəb eşitmək istəyirəm ki, mən bunu bağışlayım. Və dedi ki, ürəyim istədi. O məndən soruşdu deyə mən dedim. Necə yəni? Birinci mən gəlirəm. O da mənim dostumdur dedi. Amma birinci mənəm axı sənin üçün. Özün də deyirsən. Hə də yəni best friend siz də yaxınsınız da. Ən yaxın rəfiq, yəni dostum mənəm. Mənə Hə. bacı deyirsən. Daha sonra Yəni gedib də. dost olduğuna deyirsən. Orje arxadan danışmaq, ikiyüzlülük. Nə bilim nə. Və hələ də özün düz bilir yəni. Problem burdadır. Yazıq. Həqiqətən yəni hələ də unuda bilmirəm. Amma yəni çox sevirəm. Hələ də çox sevirəm də o dostumu. Amma yəni amma bir dənə şey var. Nifrət eləmək də bir duyğudur. Mən hələ də nifrət eləyirəm. Hələ onu atlatmamışam yəni. Və üstündən bayaq 2 il falan keçib. Məncə o insan öz həqiqi üzünü göstəribdi sənə. Təbii ki Sən də. də görməyin lazım olan şey görübsən. Təbii ki də. Yəni Amma də. hələ də unuda bilməmişəm. Unutmayın deyirik onda. Həqiqətən unutmayın. Çünki onda təzəsi açılmayacaq. Amma məsələn, Necə yəni? Necə təzəsi açılmayacaq? başqasına bu şansı verməyəsən Aha, da. düzdür, hə, düzdür. Təbii ki, həyatından dərs alırsan. Yəni kapitel insan yəni insan həyatı bir kitab kimidir və biz hissələrə bölünmüş. Birinci hissədən Aha. öyrəndiyini ikinci hissədə eləmirsən. Məsələn mən o dostumdan sonra Hə. artıq heç kimə o qədər yəni o qədər yaxınam. Amma birinci o gəlmir, birinci mən də gəlirəm də bərabər gəlirik. Yəni sən elə bil ki Dərs özünü də çıxartdım orada. belə bir şey deyək ki, sən özünü birinci yerə qoymağı öyrəndin. Yox, hələ də öyrəndim amma hələ qoymuram. Onunla bu necə oldu dərs? Bilmirəm. Hələ dərsi oxumuşam, amma yerinə yetirə çatmayıb. bilmirəm. Hələ yerinə yetirə, yox, Yoldadır. çatıb, hələ yerinə yetirə bilmirəm də. Prosesdəyəm də. Prosesdəsən, hə. Prosesdəyəm. Amma Belə. Hə. Amma yəni bəzi insanlar var ki, dostluqlar bağımlılıq kimi olur. Və bəzən çox şey olur ki, ad nədir? Okey də bu onun insan buna pislik eləyibdi, amma hələ də unutmur, bağışlayır. Səncə bağışlamaq olar? Bağışlamaq olar Neçə necə? dəfə? Bir dəfə. Amma mən bir dəfə bağışlayandan sonra həmin insan ola bilmirəm. Mən arxaya çəkilirəm. Mən həm eyni qədər səmimi ola bilmirəm. Eyni qədər öz şeylərimi sirlərimi paylaşa bilmirəm o insanla. Çünki bir dəfə gözüm qorxubdu axı. Yenə eyni hisslər yaşayamıram. Mən o insan artıq mənim gözümdən düşür. Nə qədər istəsəm də onu ona verim. Amma insan o qədər gözümdən düşübdü ki, yəni eləyə bilmirəm də, getmir də, iyrənirəm. Amma mən də yəni mən də elə eynisini deyərdim. Prosta mən yenə də yaxşı olum, okey olum, aramız pis olmasın. Salam Amma sağ ol olsun. salam Amma sağ ol olsun, ondan hə. artıq. Hə, amma mənim problemim mən salam sağ ol istəmirəm. İstəmirsən. Kəsirəm, atıram. Maalesef ki, içimdə yaşayıram. İçimdə yaşayıram. Orada bir dənə blok 3 qoy. Nəysə. Doğru şaka. baxın olmadı. Hər nəsə. Nəysə. Amma birinci bölümün sonuna gəlirik. Ayda çox uzatdıq ya sizinlə. Yo. Amma ikinci bölümdə nə danışacağım bilirsən? Nə danışırıq mən? De Dostluqlardan sevgililiyə keçmək olarmı? Oo. Səncə cavabın nə olur? Amma ikinci bölümdə bilərik. Və siz də kommentlərdə yazın. Bizə hekayələrinizi danışın. Dostluqlardan sevgiliyə keçmişsiniz, başınıza nələr gəlibdi və bunu danışaq, bunu bölüşək. Bəli, bir-birimizlə bölüşək də. Aha, Mənim üçün çox maraqlıdır. Başına gəlib, Yox. mənim də gəlməyib. O hər nəsə indi çox fikrimi deməyim. Yəni Biraz şey qalsın. Gələn bölüm fraqman. Nəysə, ikinci bölümdə dostluqdan sevgiliyə keçmək olurmu və bunların yəni də zərərləri və yəni. yaxşılığı. Amma mən sizin də fikirlərinizi eşitmək istəyirəm. Yəni xahiş Mütləq yazın. hekayələrinizi bizdən bölüşün və bunları danışaq. Əlbəttə ki, anonim olacaq. Bunu nə ad çəkilməyəcək, heç nə olmayacaq. Sadəcə biz ikimiz və bizim Üçüncümüz. üçüncümüz Biləcək. şirinimiz biləcək. Tamam.
Sağ olun, öpdük, görüşərik. Bye bye. Hadi oyun başlıyor de gelsin.